Mənim radarıma ilk növbədə əmlər düşüb, deyəcəm adın bir-bir. Ancaq biraz bundan öncə Azər müəllim, mənim diqqətimi bir şey cəlb elədi. Çərkəz bəyimiz oynayırdı, Çərkəz bəy, bura gəl. Bax, biraz bundan qabaq bəy oynayırdı. Üzeyir Hacıbəyev nə yazmışdı, nə demişdi? Demişdi, bəy oynasa ucuzluq olar, bəy öz toyunda oynasa ucuzluq olar. Bəyimiz oynayıb, dollar dünənləri 150 neçə idi bilmirəm. Bu günləri bura gələndə baxdım, gördüm ki 149'dur. Dollar bilirmiş ki Çərkəz oynayacaq. Çərkəz, yaxın gəl. Görəsən sənin oynamağına qardaş, sabah neçə olacaq bu dollar, başa dönüm. Hamımızın bildiyi bir iş var. Bəyimiz Çərkəz, ata-ananın gözünün ağı qarası bircə oğuldur. 3 qız var, Qız evdə köçərliyi andırar, gəlin gələr, yurt çırağı yandırar. Xəlil ata ocağından köçürdüyü 3 qız balanın əvəzində evinə bir gəlin gətirib Çərkəz bəy üçün. Bax, deyir, əzizim bir dənədir, arzusu 1001 dənədir. 3 bacının bir qardaşı Çərkəz bəy bir dənədir. Deyir, əzizim bir dənələr, çox gördüm bir dənələr. Çərkəz, hamını Allah saxlasın, 1000 olsun bir dənələr. 1000 olsun bir dənələr. Bax, bəyimiz bir dənədirsə, onun əmləri var. Əmlərinin yarısı gəldi, yarısı gəlmədi. Fəxri əmi başda olmaq şərti ilə arzu deməyən əmlər gəlsin, Əli əmi, Asif əmi gəlsin. Bax, bəyimizin yanında bir dursun, qardaşı balasının, bax, bircə qardaşı balası olan Çərkəzə bir ürək dolusu xeyirda versinlər. Ondan sonra bəyimizin dostlarını yer verəcəm.